Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər və kanalımızın izləyiciləri. Hər birinizi yenidən xoş gördük. Bugünkü dərsimiz, mövzumuz yeni bir moduldan olacaq. Tikiş məmulatlarının materialşünaslığı modulundan. İlk dərsimizə keçmədən öncə gəlin baxaq, materialşünaslıq elmi nəyi araşdırır, nəyi öyrənir. Biz bilirik ki, tikiş məmulatı istehsalı üçün lazım olan materiallar və onların çeşidləri müxtəlifdir. Hər biri müəyyən quruluşa, xassəyə malikdir. İstehsal üçün lazım olan hər hansı bir materialın sadədən mürəkkəbə doğru keçdiyi inkişaf yolunu, xassələrini, quruluşunu öyrənən elm materialşünaslıq adlanır. Bu moduldan ilk dərsimiz toxuculuq lifləri və sapları mövzusu olacaq. Müəyyən uzunluqda, incəlikdə və möhkəmlikdə yumşaq, bükülməyə, əyirməyə və burulmağa yararlı olan tekstil materiallarına lif deyilir. Lif ipliyin əsas amilidir. Tekstildə istifadə olunan toxuculuq liflərinin ümumi xassələri, onların uzunluğu, nazikliyi, möhkəmliyi, parlaqlığı, rəngi, uzanma və dartılması, əyilmə qabiliyyəti, nəm udma, sıxlıq, istiliyə məruz qalma, işığa məruz qalma, kimyəvi reagentlərə məruz qalma və sairdir. Gəlin indi isə toxuculuq liflərini verilən cədvəl üzrə təsnifatlaşdırılaq. Toxuculuq materiallarının əsasını öncəliklə qeyd edim ki, bu 3 məfhum təşkil edir. Liflər, iplik və sap. Toxuculuq lifləri 2 yerə bölünür. Təbii və kimyəvi. Kimyəvi lifləri hələ ki kənara qoyuruq. Cədvəldə baxırıq təbii liflərə. Təbii liflər də öz növbəsində organik və qeyri-organik yerə bölündü. Organik liflər də öz növbəsində bitki mənşəli və heyvan mənşəli qrupuna ayrıldı. Bitki mənşəli dedikdə, ola bilər ki, testdə sizin qarşınıza bitki mənşəli deyil, selülozalı tərkibli toxuculuq lifini müəyyən edin deyə bu cür test sizə rast gələ bilər. Onda özünüzü çaşdırmırsınız. Yəni, selülozalı elə bitki mənşəli lif deməkdir. Gəlin bitki mənşəli liflərə nümunə gətirək. Abaka, agavasisal, kətan, daha sonra kəndir, pambıq, koyur lifi, modal lifi, bambuk, bunlar hər biri bitki mənşəli liflərə aiddir. Biz dedik ki, organik liflər 2 yerə bölündü. Bitki mənşəli və heyvan mənşəli. Gəlin indi baxaq, heyvan mənşəli toxuculuq lifləri hansılardır? Heyvan mənşəli zülallı tərkibli toxuculuq lifləridir və 2 yerə bölünür. Yun tərkibli və demək, bir də təkrar keçək. Toxuculuq liflərini 2 yerə böldük, təbii və kimyəvi. Kimyəvi lifləri qoyduq kənara, təbiiləri böldük organik və qeyri-organikə. Organiklər də özlüyündə selülozalı bitki mənşəli, zülallı heyvan mənşəlinə bölündü. Nümunələr gətirdik. İndi isə gəlin baxaq, təbii liflərə aid olan qeyri-organik liflər hansılardır? Bunlara minerallar aiddir. Misal olaraq da asbest lifini biz nümunə göstərə bilərik. İndi isə gəlin baxaq kimyəvi toxuculuq liflərinə. Onlar da təbii liflər kimi organik və qeyri-organik növlərə bölünür. Organik növ bölünür süni və sintetik növlərə. Süni liflərə aiddir hidrat selülozalı, asetat selülozalı, zülal, yəni süd zülalı. Süd zülalı, misal üçün nümunə göstəririk kaizen lifini. Qeyd edim ki, müəllimlər, bu imtahan sualı ola bilər, burada diqqətli olursunuz. Sintetik liflər də tərkibinə görə 2 yerə bölünür, heterogen quruluşlu və karbon quruluşlu. Biz kimyəvi lifləri də 2 yerə bölmüşdük, organik və qeyri-organik. İndi isə gəlin baxaq, kimyəvi liflərin qeyri-organik növünə nələr aiddir? Bunlara da həmçinin mineral maddələr aiddir. Nümunə olaraq metal və şüşə lifini nümunə göstərə bilərik. Qeyd olaraq bunu da deyim. Organik təbii liflər nə deməkdir? Yəni, bioloji yolla bitki və heyvan orqanizmlərindən əmələ gəlir. Elə ona görə də bu liflərə organik bitki və heyvan mənşəli liflər deyilir. Geoloji proses nəticəsində əmələ gələn liflər isə
qeyri-üzvi mineral mənşəli liflər adlanır. Biz buna misal olaraq asbest lifini göstərə bilərik. Asbest lifi yeganə yer altında uzununa yerləşən mineral lifdir.